Salam, hörmətli izləyicilər, axşamınız xeyir olsun. Bugün sizinlə Excel dərs bir mövzumuza başlayırıq. Mövzuların izahının davamlı olmaqını istəyirsinizsə, zəhmət olmasa kanalı abunə olub, paylaşıb, bəyənməyi unutmayın. Ümumiyyətlə, Excel haqqında ilkin məlumatları verim sizə. Excel nədir? Excel cədvəl anlayışı deməkdir. Cədvəl nədən ibarətdir? Cədvəl xanalardan ibarətdir. Xanalar da burada gördüyünüz kimi yuxarıda A, B, C, D, Y hərfləri gördüyünüz sütunlarımızdır. Rəqəmlərlə işarə olunanlar isə bizim sətirlərimizdir. Xanalar da sütun və sətrin birləşməsindən əmələ gəlir. Məsələn, bu xananın üzərində biz dursaq, görürük ki, bu xana ikinci e, sətir və ikinci sütunun birləşməsindən əmələ gəlir. Bunun da xanamızın ad hissəsinə burada imya, yəni name box hissəsindən baxa bilərik B2 xanamıza və xanamızda olan məlumatlara baxmaq istəyiriksə burada işarələdiyim hissədə, yəni formula bar hissəsində bütün məlumatları görə bilərsiniz. Nümunə olaraq, məsələn, bura Excel sözünü qeyd eləyək. Burada yazdığım Excel-i formula barda da görürsünüz. Və istəyiriksə, əgər bu Excel yazdığımız söz bütün sütunlarda görünsün. Burada Excel sözünün üzərində dayanıb Ctrl+C işarəsini vururuq və burada sağ küncə baxırıq. Sağ küncdə plus işarəsi çox nazik bir şəkildə əks olunub. Burada plus işarəsinin üzərinə 2 dəfə tıklamaqla istədiyimiz qədər aşağı çəkə bilərik və gördüyünüz kimi bütün Excel sözləri burada qeyd olundu və istəyiriksə bu bizə sətir boyu görünsün, yaxud sütun boyu. Burada gördüyünüz aşağı çəkdi. Buradan da sağ tərəfə çəkməklə həmin sözləri kopyalaya bilərsiniz. Əgər istəyirsinizsə, yazdığınız Excel cədvəl şəklində və sərhədlərlə olsun. Burada görünən hissədən tıklayıb, burada visə qranisi, yəni all borders ingiliscə, yəni bütün sərhədlər işarəsini vuraraq burada sərhəd deyə bilərik. Gördüyünüz kimi bütün sözlərdə bütün xanamız sərhədlənib artıq. Əlavə olaraq istəsək, məsələn, burada bizə uyğun olmayan sətir və yaxud sütun varsa, burada gəlib həmin sütunun üzərində dayanırıq və burada tam seçmək istəyiriksə, Ctrl Space düyməsini sıxaraq buradan seçə bilərik və buradan da daha sonra delete işarəsini vurmaqla bütün yazıları aradan qaldıra bilərik. Əlavə olaraq sizə məlumat verim ki, dediyim kimi burada həm bu hissədən, həm də formula bar hissəsindən rahat şəkildə xananın içərisindəki yazını dəyişə bilərsiniz. İlk dərsimiz bu qədər, hörmətli izləyicilər. Əlavə olaraq növbəti dərslərimiz, növbəti izahların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olub, bəyənib paylaşmağı unutmayın. Növbəti izahlara qədər. Sağ olun.